Bismillahirrahmanirrahim. İnna a'taynâkel kevser. Fasalli li rabbike venhar. İnne şâni'eke huvel ebter. Bismillahirrahmanirrahim. Peyğəmbər buyurur, mənim dinimin qalmağının rəmzi Fatimədir. Bütün insanlar, xüsusilə İslam dünyasının qadınları üçün xanım Fatimə Zəhra nümunə və örnəkdir. Bütün peyğəmbərlərin hamısını Allah Fatimə Zəhranın adını dedirdi, ondan sonra nübüvvət ona verir. Allah Əlini, Fatiməni və onun balaların bütün insanlara hüccət qərar verir. Peyğəmbər Fatiməyə dedi, qızım, əgər möminlər Ümmü Sələmiyə, Xədiciyə ana deyirlər, mən də sənə ana deyirəm, ana deyirəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Habibina ve habibi ilahil alamin Ebil Qasim Muhammed. Ve ala alihi tahirin. واللعن الدائم على أعدائهم أجمعين إلى قيام يوم الدين. Bu gecə çox nurani və mübarək bir gecədir. Allah tərəfindən Peyğəmbərə mübarək Kəvsər əta olan bir gecədir. İslam Peyğəmbərin belə bir gecədə mübarək qəlbi şad olur. Və bu gecə təbaşərət hurul ayn ərşidə və cənnətdə mələkələr bir-birlərini təbrik edirlər. Zəhra xanımın dünyaya gəlməsi ilə əlaqədə Allahın ərşində və cənnətdə hurilər, mələkələr təbrik edirlər bir-birlərini.
və bu mübarək gecənin münasibəti ilə mən də siz əziz, möhtərəm, üzü nurlu, əli dəstəmazlı, ağzı dualı mömin qardaşlarımı təbrik edirəm və sizin simanızda bütün İslam dünyasında yaşayan müsəlmanların hamısını təbrik edirəm və Allahdan istəyirəm belə bir mübarək gecədə bütün müsəlmanlara öz rəhmətin, bərəkətin, məğfirətin nazil eləsin inşallah. Xanım Fatimə-i Zəhra barəsində çox sözlər, söhbətlər deyilib, yazılıb və bu Hüseyniyyədə mən və mənim əziz, möhtərəm dostlarım, alimlər çıxış ediblər, söhbət ediblər, fikir söyləyiblər. Lakin bir məsələ hamımız qədimdən eşitmişik və əksəriyyətimiz də ona əməl edirik. Lakin istədim ki, onun hədislərindən və onun hadisəsin necə olduğunu mən heç olmasa bir dəfədə olsa onu danışım. İndiyəcən o barədə mən olmadığım günləri bilmirəm, mən danışmamışam. Və o xanım Fatimə-i Zəhranın təsbihidir. Biz bilirik ki, möminlər namazdan sonra xanım Fatimə-i Zəhranın təsbihini zikr edirlər və bunu bir müstəhəbbi əməl kimi möminlər ona əməl edirlər. Əvvələn, bu iki yerdə əsasən müstəhəbbidir. Biri namazdan sonradır, hər vacib namazdan sonra. Hətta müstəhəbbi namazlardan sonra da ümumən demək olar və xüsusən bəzilərinin barəsində hədis zikr olub. Bütün vacib namazlardan sonra ki, gündə 5 vaxt vacibdir, xanım Fatimə-i Zəhranın təsbihi 34 dəfə Allahu Əkbər, 33 dəfə Elhamdülillah, 33 dəfə Subhanallah müstəhəbbidir. Və bəzi müstəhəbbi namazlardan sonra, xüsusən gecə namazının o bir rəkətindən sonra və həmi də sübh namazının nafiləsindən sonra ki, xüsusən hədis var, o namazlardan sonra da müstəhəbbidir. Biri də gecə yatandadır. Gecə yatanda insan yatmamışdan əvvəl xanım Fatimə-i Zəhranın zikrin deyə ondan sonra yata. Mən bunların ikisinin də hədisin əvvəl oxuyuram, ondan sonra bu barədə bir neçə mətləb var, onları demək istəyirəm. Birincisi budur. Kim də istəsə adreslərin mən yazmışam burada, deyə bilərəm sonra. Mötəbər kitablardadır. Həzrəti Əli əleyhissalam bir nəfər ilə danışırdı.
o xanım Fatimə Zəhranın barəsində Həzrəti Əli əleyhissalamdan söhbət elədi. Və Həzrət xanım Fatimə Zəhranın şərafət və fəziləti barədə o insana danışırdı. Ta gəldi söz çatdı bura. Söhbəti Həzrət çatdırdı bura. Dedi Fatimə düzdür ki, Peyğəmbərin yanında çox məhbub bir insan idi, sevimli bir insan idi. Amma evinin işin özü görürdü. Məşqidə su daşıyırdı, quyudan su çəkirdi, odununla ocaq eləyirdi, evi süpürürdü. Bax, bu işlərin hamısını özü görürdü. Yemək hazırlayırdı, paltar yuyurdu, xüsusilə uşaqları tərbiyə eləyirdi. Bunların hamısını xanım Fatimə özü şəxsən bu işləri görürdü. Həzrət deyir, mən bir gün dedim, ya Fatimə, bəlkə sən də atonla danışasan və aton sənə bir xadim, xadimə versin, o gəlsin sənə evdə kömək eləsin, yardım göstərsin, bəlkə belə eləyəsən. Deyir, xanım Fatimə Zəhra getdi Peyğəmbərin məhzərinə. Baxdı qapıdan, gördü ki, Həzrətin məhzərində qonaqlar var. Həzrət oturub onlarla danışır. Xanım Fatimə qayıtdı, gəldi evə. Heç bir söz demədi. Peyğəmbər bildi ki, Fatimənin nəsə bir sözü var idi. Amma demədi, qayıtdı. Sabahısı gün gəldi xanım Fatimənin evinə. Evə gələndən sonra dedi ki, ya Fatimə, dünən gəlmişdin, elə bil bir sözün var idi. Əli əleyhissalam cavab verdi. Dedi ki, ya Rəsuləllah, belə bir niyyətə gəlmişdi Fatimə. Həzrət buyurdu ki, istəyirsən mən sənə bir şey öyrədim ki, o xadimdən və xadimədən sənə yaxşı olsun. Dedi ki, əlbəttə ki, ya Rəsuləllah. Ya Fatimə, u'tikə ma huvə xeyrun ləki min xadim və minəd dünya bima fiyha. Həm xadimdən yaxşı olsun, həm dünyanın hamısından və dünyanın içərisində nə var, onların hamısından yaxşı olsun sənə. İstəyirsən belə bir şey öyrədim. Və zalikə xeyrun ləki minəlləzi ərəttim və minəd dünya və ma fiyha. İstədiyindən yaxşı budur ki, mən bunu sənə öyrədim. Həzrət öyrətdi. Buyurdu ki, hər namazı qılandan sonra, hər vacib bir namazı qıldın, onu qılandan sonra bu 100 dənə təsbihi deyəsən, 100 dənə zikri, 34, 33, 33, hamısı olur 100 dənə. Fələzimət Fatimə Salavatullah aleyha hazət təsbih bə'də kulli salatin və nusibə ileyha. Və gördülər ki, Fatimə ömrünün axırına qədər hər namazdan sonra o zikirlərin hamısını deyirdi və ona görə də bu zikrin adı qaldı xanım Fatimə Zəhranın zikri. Ona görə də bu zikrin və bu təsbihin adına deyirlər xanım Fatimə Zəhranın təsbihi. Bu bir hədis ki, Peyğəmbər qızına bu zikri öyrətdi.
İkinci hədis belədir. Peyğəmbər qızı ilə danışdı və bildi ki, qızının istəyi nədir? Əli əleyhissalam da söhbət elədi. Dedi, ya Rəsuləllah, Fatimə belə bir məqsədi ilə sənin dünənləri məhzərüyə gəlmişdi. Ağa buyurdu ki, ikisinə xitab etdi. Buyurdu, əfəla uallimukuma ma huvə xeyrun ləkuma minəl xadim. İstəyirsiniz sizin ikizə də mən bir zikri öyrədim ki, o sizə xadimdən yaxşı olsun. Ondan sonra ağa buyurdu ki, hər vaxt istədiniz yatasız, istədin ki yatasan, onda bu 100 dənə zikri deyəsən. 34 dəfə Allahu Ekber, 33 dəfə Elhamdülillah, 33 dəfə Subhanallah. Hədisin axırında var ki, Peyğəmbər bunları qızına öyrədəndən sonra Ali əleyhissalam da ki oradadır, xanım Fatimə dedi ki, rəziytu ənillah və rəsulə. Mən Allahdan və Allahın Peyğəmbərindən razıyam ki, mənə bir belənci, fəzilət və belə bir müqəddəs əməli öyrətdi. Bu iki dənə hədis ki, biri namazlardan sonradır, biri də gecə yatandadır ki, o zikri deyəsən. Pəs buracan bildik ki, Peyğəmbər qızına və həm də Əli əleyhissalama bu zikriləri öyrədib ki, onlar namazdan sonra və yatanda bu zikri desinlər. Bu bir mətləb. İkinci mətləb bu hədislərin fəzilətinin barəsindədir. Mən bir dənə, iki dənə bu barədə hədis oxuyuram ki, ta əsas məqsədimizə çataq. O budur ki, hədisdə var buyurur, ma ubidəllahu bi şeyin minət təhmid əfzəl min təsbih Fatimə. Nə qədər zikrilər var ki, bu kitablarda, dua kitablarında nə qədər zikrilər var ki, müstəhəbbidir, savabı çoxdur. Həzrət buyurur ki, heç bir zikrin savabı Fatimə-i Zəhranın təsbihinin savabından çoxdur. Bütün zikrilərin içində hamısından fəzilətli ki, Allah o zikrin vasitəsilə həmd ola, zikr ola, xanım Fatimə-i Zəhranın zikridir. Sonra Həzrət buyurur ki, وَلَوْ كَانَ شَيْءٌ أَفْزَلَ مِنْهِ. Əgər bu zikridən fəzilətli bir zikri olsaydı, لَنَحَلَهُ رَسُولُ اللّٰهِ فَاطِمَةَ aleyhisselam. Peyğəmbər qızına onu hədiyyə eləyərdi. Bundan fəzilətlisi yoxdur ki, bunu hədiyyə elədi. Bir hədisdə də var ki, buyurur İmam Sadiq əleyhissalam, təsbihu Fatimətə Zəhra fi kulli yevmin dubura kulli salatin əhəbbu iləyyə min salati əlf rəkətin fi kulli yevmin. Yəni, əgər bir rəkət namaz qılırsan, o bir rəkət namazdan sonra bu zikri desən, 1000 rəkət yazılacaq o. Hədis, o bir rəkət namazı 1000 bərabər eləyəcək ta sənin namə əməlində yazılar. Əgər Quranda zikr olub, uzkurullah zikrən kəsira, Həzrət buyurur, o ki Quran bizədir, çox Allahı zikr eləyin. İmam Sadiq əleyhissalam buyurur, hər kəs yatanda xanım Fatimə-i Zəhranın zikrin desə, o Quranın ayəsi eləyib, o çox zikr eləyən insanların cərgəsində yazılacaq. Çox zikr eləyən insanların cərgəsində yazılacaq. Bu hədislər də bizə göstərir ki, bu hədisin və bu zikrin savabı nə qədərdir? Bir mətləb də budur ki, bu zikrin şəraiti var.
əsas 3 dənə şərt mən deyirəm qısa surətdə. Birincisi budur ki, bu zikri deyəndə huzur qəlbinə deyəsən. Yəni nə? Yəni bu zikri ki, namazı qutarandan sonra deyirsən, ya istəyirsən yatasan, yatanda deyirsən, fikrin oyanda bir yanda olmasın. Fikrin dağda-bağda, dilin Allahu Ekber, Allahu Ekber deyir, o cür yox. Huşun başında, ağlın beynində, ruhun qəlbin içərisində biləsən ki, nə deyirsən? Buyurur, bax, huzur qəlb budur ki, insanın fikri oyanda bir yanda olmaya. Onu deyəndə özü də elə burada ola. Necə bədəni buradadır, ruhi də burada ola. Bu bir şərtidir. O bütün zikirlərin şərtidir. Nə qədər namaz var, nə qədər ibadət var, nə qədər zikri var, xüsusən beləncə ibadətlər, onların hamısının şərtində huzur-u zehn və huzur-u qəlb şərtidir. Bu bir şərtidir. İkincisi budur ki, Esselamu aleykum və rəhmətullah və bərəkatuh namazı ki qutardın, 3 dəfə Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Ona icazə var. Onu de, ondan sonra xanım Fatimə Zəhranın zikri. Hətta de, qıçı da uzatmayasan. Necə namaz qılıbsan, elə o cür qalasan. Halı dəyişməyəsən. Halı dəyişsin, zikridir, savabı var. Amma da xanım Fatimə Zəhranın zikrinin savabını verməzlər. Buyurur, bir şərti də budur ki, elə Esselamu aleykumu ki, necə dedin, necə oturubsan, heç bir fasiləsiz başlayasan zikri deməyə. Bu ikinci şərti, hətta hədisdə var ki, qıçı da uzatmayasan. Bax, İmam Sadiq əleyhissalam buyurur, Mən səbbəhə təsbihə Fatimətə Zəhra qəblə ən yüsənniyə ricley, hətta əyaqlarını da tərpətməyə, uzatmaya. Min salatil fərizə, vacib namazlarından sonra şərti budur ki, belə ola. Bu iki. Üçüncüsü də budur ki, müvalat, riayət ola. O nədir? Yəni ki, arada danışmayasan. Zikrin biyazını deyəsən, ondan biyaz danışasan, telefon zəng eləyə, ona cavab deyəsən ondan, gəmiləri boşaldın, onlara bir hökm gedə, ondan sonra başlayasan, məsələn, qalanın deyəsən, buyurur, bu day olmadı, o day pozuldu. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber başladın ki deməyə, ta 100-cünü də deyib qutarandan sonra əmir ver, gəmiləri boşalsınlar. Buyurur, beləncidir. Ona görə də buyurur, mən bir nəfər böyük ustadlardan eşitdim, dedi bir alim var idi. Bu zikri oxuyanda, indi o mən deməyin deyirəm, demirəm mən əməl edirəm, ona, mən bilmirəm ona necə əməl eləyərlər, amma onun sözün mən nəql eləyirəm. Dedi bir alim var idi, əhl-i mərifətdir də, əhl-i mərifət bilər də onları. Deyir, hər bir zikri deyəndə bir damcı da gözündən yaş tökülürdü. İndi əgər bizim zikrimizin elə 100-ündə bir damcı tökülsə, o da böyük şeydir. Hələ birində yox, elə 100-ündə. İndi əgər 100-ündə yox, 17 rəkətin hamısında bir dəfə əgər biz onu zikri deyə bilsək, o da böyük müvəffəqiyyətdir. Amma xəlvətdə, insan xüsusən xəlvətdə olanda, zikrin şəraitindən biridir xəlvətdə ola. İndi də bəzən görürsən, qarışıqdır, xəlvətdə vaxt yoxdur, adam elə oturur. Sənli, mənli, bəzən zikridən, salavatdan, bekarçılıqdan deyicini hələ yaxşıdır da. Amma əsas zikri odur ki, xəlvətdə ola. Bəzi adamlar yazıblar və bəzi ustadlar da nəql ediblər. Bəzi böyük ariflər, xüsusən imamın barəsində mən eşitmişəm, yazıblar, kitablarda da görmüşəm. İmam Xümeyni rəhmətlik ki, özü böyük bir arif imiş, böyük bir insan, şəxsiyyət, irfanda, böyük ustadıdır.
əhli mərifət idi, pərdənin arxasından xəbər verirdi, belə bir insan idi, fəqahət, elm, fiqh. Hala bu siyasət məsələsi sonra vacib oldu, bir meydana girdi, bir siyasət elədi, o başqa bir söhbətdir. Onun əsas şəxsiyyəti onun elmində, irfanında, mərifətində idi. Vacib oldu, sonra indi bir şah məsələn bir iş gördü, bu da ona bir cavab verdi, məcburiyyət qarşısında o bir başqa söhbətdir. İmam ki, əhli mərifət idi özü, onun mən dilindən eşitmişəm ki, hər kəsi görürdü ki, ictimadə məşğuldur, zikr eləməyə acığı gəlirmiş. Acığı gəlirmiş hətta. Ona görə də zikrin əsas şərtlərindən biri budur ki, xəlvətdə ola. Amma bunlar ki, ibadətdir, bunlar yox. İmam özü də, elə imamlarımız, məsumlarımız da özləri və başqaları da namaz qutarcağın bu zikirləri üçün yeri var bunların. Bunların yeri təyin olub. Bunlar o ibadətlərdəndir ki, namaz kimin. Elə bil deyirsən ki, namazı belə qıl, heç kim görməsin. Və cəmaat namazını nə cür qılaq onda? Odur ki, bunların yeri var. Bu da bunun şərtidir ki, bildik. Bir-iki cümlə də ki, mənim hələ vaxtımdan biyadca qalır. Bir-iki cümlədə bunun xasiyyətlərindən və faydalarından mən istirdim deyim bu gecə. Birinci faydası bu zikrin, hər bir insan ki bu zikri riayət eləyir, ya yatanda, ya vacib namazlardan sonra bu zikrinə məşğul olur, o şərtlər ilə ki dediyim, birinci faydası budur ki, Pərverdigar-ı aləm, bu insanın adı əgər bədbaxtların siyahisində yazılmış olsa, Allah onu pozar, xoşbaxtların siyahisində yazar onun adı. Onun bir faydası budur. O ki, Peyğəmbər deyir, qızım, mən sənə bir hədis öyrədim ki, ya bir zikri öyrədim, dünyanın hamısından yaxşıdır. Dünyanın hamısından yaxşı budur, bax. Hədis belədir. İmam Sadiq əleyhissalam buyurur, ya Əba Harun, öz yanında olan insanların birinə danışır. Deyir, inna nə'muru sibyanəna bitəsbih Fatimə, kəma nə'muruhum bis-salat. Biz öz uşaqlarımızı tərbiyə eləyəndə necə onları namaz qılmağa öyrəşdiririk, əvvəldən onları xanım Fatimə Zəhranın zikrin deməyə də öyrəşdiririk. فَإِنَّهُ لَمْ يَلْزَمْهُ عَبْدٌ فَشَقَى يَا فَيَشْقَى. Hər insan ki bu zikri namazlardan sonra demir, yadından çıxadır, mümkündür onun adı bədbaxtların siyahisində ola. Amma əgər desə, oradan pozulur, keçir xoşbaxtların siyahisində yazılır. Bu bir fayda. Az deyir ki bu. Bu elə bəs deyir. İkinci faydası buyurur budur ki, şeytan bu insanı vəsvəsə eləməyə aciz olar. O ki, şeytan Allaha dedi ki, ilahi, indi ki məni qapından qovaladın, mən də sənin bəndələri gedib vəsvəsə eləyib alladacağam. Və Allah da dedi ki, mən də səni və allatdığın, yoldan çıxartdığın adamların hamısını cəhənnəmə tökəcəyəm. Amma orada var ki, illa ibadəkəl muxləsin. Buyurur, bax, o muxlis insanlardan başqa. O insanlar ki, muxlisdilər, onlara şeytanın gücü çatmır. Onlara şeytanın gücü çatmır. Bəzən şeytan gedir allatmağa, gücü çatır, alladır. Amma bəzi insanların o qədr gücləri var ki, şeytanın gücü onlara çatmır. Yoldan çıxardan. Peyğəmbər özü o cürüdür.
Peyğəmbərə neçə dənə şeytanı məmur eləmişdilər, böyük şeytan. Ki, Peyğəmbərə məmur eləmişdi. Mən bir hədisdə gördüm, şeytan özü və şeytanın zürriyyəsi, ki, Quranda da var, zürriyyəsi var şeytanın, nəsli var. Şeytanın nəslinin hamısı cəhənnəmdədir, amma o neçə nəfər şeytanın nəslindən ki, məmur olmuşdular, Peyğəmbəri yoldan çıxardalar, onları Peyğəmbər hidayət elədi. Nəinki onlar Peyğəmbəri yoldan çıxardar. Peyğəmbər özü və Peyğəmbərin xalis ümmətlərindən, təmiz ümmətlərindən bəzisi belədir ki, şeytan onları yoldan çıxarda bilmir. O cavan oğlan, uzun söhbətdir, mən demirəm, öz xeyməsində oturmuşdu. Onun ailəsi istəmirdi ki, o mömin olsun, müsəlman olsun. Mübarizə aparırdılar da. Bu namaz qılır, oruç tutur, ibadət eləyir, onlar da istəmirlər. Onlar da deyir ki, abrımız gedər. Bunun bir dostu var idi, ya deyəsən rəfiqəsiymiş, deyəsən məşuqəsiymiş, deyəsən istəhlisiymiş, belə bir insan varmış, bunu öyrədirlər, göndərirlər onun yanına. Deyirlər, get onun xeyməsinin içində otur və onu yoldan çıxart. Və denən ki, əgər namaz qılson, oruç tutsun, mən sənə yaxın gəlməyəcəyəm. Mən səninlə ailə qurmayacağam. İndi bunlar ümid ediblər ona, onu göndəriblər. Deyirlər, bir müddətdən sonra gördük onların ikisinin də əlləri bir-birinin əlində, xeymədən çıxıblar, uca səsinə oxuyurlar. Əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammədən bu onda təsir qoya bilmədi. O bunda təsir qoydu. Buyurur, hər kəs bu zikri şərtləri ilə təmiz, dəqiq desə, şeytan buna çox yaxın gedə bilməz. Həzrət buyurur, mən səbbəhə təsbihə Fatimə. Hər kəs Fatimənin təsbihin desə, sümməstəğfərə. Qutarandan sonra da deyə, əstəğfirullah Rəbbi və ətubulə. Çünki bəzi hədisdə var ki, onu qutarandan sonra bir əstəğfirullah demək yaxşıdır. Bəzi hədisdə var ki, la ilahə illallah demək də yaxşıdır. Ğufirəlləh, Həzrət buyurur ki, Allah bu adamı bağışlayacaq. Və hiyə mi'ətun bil lisan. Həzrət buyurur ki, bu dildə 100 dənə zikridir. Və əlfun fil mizan. Qiyamətin günündə mizan tərəzini ölçəndə bu 100 dənə deyir, 1000 dənədir bu. Və yətrədü şeytan. Uzaqlaşdırır şeytanı bundan. Şeytanın gücü çatmır bu adama. Və yurzir rəhman. Allahı razı eləyir bu adamla. Bu neçə dənə oldu? 2. 2 fayda oldu da, hə? Biri xoşbaxtların siyahısına keçirərdi, biri də ki şeytan. Üçüncüsü budur ki, münafiqlərin içərisindən bu insan nicat tapır. Nifaqdan heç vaxt bu insan nifaqa giriftar olmaz. Nifaq yəni münafiqlik xasiyyəti. O xasiyyət ki, insanda münafiqlik xasiyyəti var, Allah ondan uzaq eləyər bunu. Və mən əksərə zikrəllahi əzzə və cəl əhəbbəhullah və mən zəkərəllahə kəsirən kutubə ləhu bəraətən bəraətun minən nar. Allah bu adamı bir otdan xilasələr qutarar və bir də bəraətun minən nifaq. Nifaqdan bu adama nicat verər. Bu 3 dənə dünya faydası. Buyurur, 2 dənə də ahirət faydası var bunun. Biri budur ki, ahirətdə
Allah bu adamı əfv eləyər, bağışlayar. Necə də ki oxuyuruq. Hər kəs, Həzrət buyurdu, İmam Sadiq əleyhissalam buyurur, hər kəs bu zikri namazlardan sonra yadından çıxartmasa, Qəfərəllahu ləh, Allah bu adamı bağışlayacaq. Amma o şəraitinə, o şərtlərlə ki dedi, bu bir faydası, axirət faydası. Biri də budur ki, mən səbbəhə təsbihə Fatimə fi duburil məktubə min qəbli ən yəbsutə ricleyh, namaz qutarandan sonra halətin dəyişmədən, qıçın uzatmadan, ayağa durmadan, əgər bu zikri hər kəs desə, Əvcəbəllahu ləhu əl-cənnə, Allah cənnəti bu insana vacib eləyər. Bu iki dənə axirət mənfəəti. Elə onun da biri bəsdir. Elə hansı olsa o birisi də olacaq. Onun biri bəs eləyər. Bir dənə də mətləb artırım, vaxtımdan bir iki dəqiqə qalır. Və o mətləb də budur ki, Peyğəmbər bu zikri xanım Fatimiyə öyrədəndən sonra xanım Fatimə Zəhra bir dənə sap düzəltmişdi. O sapa 100 dənə dügün vurmuşdu. 34'dən sonra əlamət qoymuşdu. O birisi 33'dən sonra da əlamət qoymuşdu. O sapın dügünlərinin vasitəsilə namazlardan sonra bu zikri deyirdi. Belə hədis var. Hədis bu cürdür. Deyir, amma elə ki Həmzə şəhid oldu. Həmzə şəhid olandan sonra onu dəfn elədilər. Xanım Fatimə Zəhra görürdü də Peyğəmbər hərdən gedirdi Həmzənin ziyarətinə. Gedirdi qəbrinin üstündə dayanırdı Peyğəmbər. Gedirdi Həmzənin qəbrinin üstündə dayanırdı, Həmzəyə Fatih oxuyurdu. Hətta xəlifələr də gedirdilər Həmzənin qəbrinin üstünə. Birinci xəlifənin barəsində tarixdə var. İkinci xəlifənin barəsində tarixdə var. Mən üçüncü xəlifənin barəsində yadıma gəlmir, amma Muaviyyənin barəsində də cəm bir iddə ilə gedirdilər bir yerə, o da gördü ki, hamı ziyarət eləyir, o da getdi, ayrılmadı. Getdilər, dayandılar, ziyarət elədilər. Çünki o vaxt ziyarət halalıdır da, sonra şirk olur. O vaxt halalıdır. Xanım Fatimə Zəhra görürdü ki, atası Peyğəmbər İslamı bu gətirib da, indi Peyğəmbər özü gəlsə çox işi qoymazlar eləyə, deyərlər şirkidir. Sən bilmirsən. Çünki filan kitab belə deyir, məsələn. Xanım Fatimə Zəhra getdi, Həmzənin qəbrindən torpaq götürdü və o torpaqlardan palçıq düzəltdi, türbət elədi onu. O palçıqlardan təsbehin dənələrin düzəltdi, onları düzdü sapa, birinci dəfə təsbehi düzəldən odur ki, yazıblar Xanım Fatimə Zəhradır, yəni təməlin o qurub, təsbehi düzəltdi, özdə Həmzənin qəbrinin torpağından götürdü ki, çünki şəhidin qəbrinin torpağı təbərrikdir. Şəhidin qəbri başqası ilə fərq elər. Ta Kərbəlada İmam Hüseyn ağa şəhid edilər. İmam Hüseyn əleyhissalam şəhid olandan sonra Seyyid-ü Şühəda İmam Hüseyn ağa oldu Kərbəla şəhidlərinin içində və bu müsəlmanların içində dəb qaldı ki, Kərbəla torpağından götürdülər təsbih düzəltməyə və möhür düzəltməyə ki, o namazın savabını neçə bərabər eləyər. Hədisdə var. Mən hədisin adresini də yazmışam. Buyurur, əgər bir insan bir dənə zikri Kərbəla torpağı ilə düzəlmiş təsbih ilə desə, o bir zikrin savabı 70 bərabər çoxalır.
İmam Sadiq əleyhissalamın hədisidir. İmam Zaman əleyhissalamdan bir hədis nəql ediblər. Həzrət buyurur, əgər bir adam Kərbəla torpağı ilə təsbih düzəldir və o təsbih bunun əlindədir və bu insanın namaz qılandan sonra zikri yadından çıxsa, Allah o təsbihin şərafətinə görə bunu zikri deyənlərin içərisində yazar. Yadından çıxsa da hətta. Odur ki, Xanım Fatimə-i Zəhranın vücudi, hüzuri, onun adı, onun xutbələri, onun mübarizələri, onun ibadətləri, onun elmi, İslam dünyasında, müsəlmanların içərisində üstün bir şəxsidir və bütün sahələrdə nümunə olan bir insandır, birinci yeri tutan bir insandır. Ona görə də İmam Zaman ağa buyurur ki, Quran deyir, bütün insanlara Peyğəmbər nümunədir və ləkum fi Rasulillah usvetun həsənə. İmam Zaman ağa buyurur ki, hətta nənəm Fatimə də təhcə qadınlara yox, Həzrət buyurur, hətta mənim özümə də o nümunədir. Onun bütün hərəkətləri, bütün insanlara, müsəlmanlara örnək götürmək üçün nümunədir. Allah onun nəzərin, diqqətin bizim üstümüzdən kəsməsin. Amin. Mən bilirəm ki, məclis davam edəcək, istifadə eləyəcək. Amma xahiş edirəm, bir neçə dənə mən dua edirəm, siz də amin deyin ki, bu dualarımız, bu isti nəfəslərlə inşallah Allah qəbul eləyər. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah. Ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. İlahi, dualarımızı müstəcab elə. İlahi, səni and verirəm Xanım Fatimə-i Zəhranın şərafətinə. Hər kəsin hər hacəti var, Xanım Fatimə-i Zəhranın mübarək əlləri ilə bərabərdə bixeyr elə. Pərverdigara izzətün xatirinə dualarımızı müstəcab elə. İlahi, ölənlərimizi qəriq rəhmət elə. Pərverdigara dünya və axirət bizi Xanım Fatimə-i Zəhranın ziyarətindən, şəfaətindən binəsib eləmə. Pərverdigara müsəlmanlara öz izzətindən inayət elə. İlahi, onlar ki müsəlmanlara rəhm eləmirlər, onları zəlil elə. Pərverdigara, sən görürsən dünyanın hansı nöqtələrində müsəlmanları heç bir rəhm eləmədən necə vəziyyətdə öldürürlər. Nə arvada baxırlar, nə uşağa baxırlar, nə qocaya baxırlar, nə xəstəxanaya baxırlar. Pərverdigara, izzətin xatirinə müsəlmanlara xiyanət eləyənləri zəlil elə. Pərverdigara, müsəlmanlara xidmət eləyənləri mənsur elə. Pərverdigara, bütün xəstələrin hamısına nəzərdə olan xəstələr xüsusilə şəfa inayət elə. Pərverdigara, bayramlıq verməmiş bizi əliboş yola salma. Pərverdigara, səni and veririk izzətüvə, rəhmətüvi, məğfirətüvi, bu gecə bizə bayramlıq inayət elə. Allah hamımızın aqibətimizi xətmi bixeyr elə. Allah bizi bağışlamamış qəbrə aparma. Qəbrimizin əvvəl gecəsi Xanım Fatimə-i Zəhranın nuraniyyətindən ayrı salma. Xalis olan salamlarımızı İmam-ı Zamanımıza çatdır cinan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Həzrətin zuhurində təcil elə.
Pərverdigara yadımızdan çıxan duaları bizim barəmizdə mərhəmət elə. Ve hakkı Muhammedin ve alihi tahirin dualarımızın kabul olmağına xatir İmam Zaman Ağa'nın selametliyine salavat xətm edin.